Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Əvəzedicilər Liqasında 17-ci turun oyununa çıxacaq bugün. Neftçi 2, rəqib isə Qəbələ 2-dir. Və artıq komandaların heyətləri ilə tanış ola bilərik. Başlayaq meydan sahiblərindən. Qəbələ 2-nin start 11-liyi bu cürdü qapıda 94. Həbib Hüsənovdur, 74, Süleyman Damadayev, 22, komandanın kapitanı Fərid İskəndərov. Neftçidə heyət bu cürdür, 96, Nicat Qaragözlü, 35, Fərid Səfərli, 68, komandanın kapitanı Nurlan Musayev. Fit səslənir və Qəbələ 2, Neftçi 2 oyunu başladı. Uğurlar Neftçi. Qapı qarşısına ötürmə edəcək cərimə meydançasında. Neftçinin 6 oyuncusu ötürmə gözləyir. Fit səsləndir. Nurlan Musayevdən ötürmə. Zərbə Ömərdən. Gol! Fərid Səfərli. 11-ci dəqiqə Neftçi hesabı açır. İzləyək təkrarını. Ömərin ötürməsi. Ələ alınır. Səslənib Qədir Ramazanov, zərbə və orada qaydan topu qapıdan keçirir. Cuma Hüseynov təkrarını əvvəlcə tiri ardınca Nicata dəydi və Mamadi Diyavara irəliləyir. Cərimə meydançasına daxil oldu Diyavara, ötürmə qapı qarşısına Ömər Qurbanov, gol! Ömər Qurbanov 2-1. Fasilə rəfəsində Neftçi yenidən hesab irəlidədir. Orada Diyavaradan ötürmə yaxşı alınır. Ömər dərhal çevrilib zərbə vurur və 2-1. Orada Nəsibov da qoşuldu mübarizəyə. Qayda pozuldu və fit səslənir. İlk hissə başa çatır, hörmətli izləyicilər. Hesabı Fərid Səfərli açıb, ardınca Cuma Hüseynov Qəbələnin heyətində hesabı bərabərləşdirdi və ilk hissənin sonlarında 44-cü dəqiqədə Ömər Qurbanovun vurduğu qolla Neftçi fasiləyə üstün yollandı və artıq ikinci hissə başlayıb. Bir daha komandamıza uğurlar arzulayırıq. Nasiru Salihu meydana daxil olub, hazırda topla irəliləyir Salihu və fərqlənir. Qəbələnin təcrübəli futbolçusu Asif Məmmədov oyuna daxil olub. Asif Məmmədov topla irəliləyir Məmmədov. Ötürməz Sağcanha. Ziya Şəkərxanov qapı qarşısına. Boşla zərbə və Cuma Hüseynov növbəti dəfə önünə düşən topu dəyərləndirir. Topu qapıdan keçirir. Yaxşı mövqe seçir. Artıq onun 4-cü belə cəhdidir ki, demək olar belə bir məsafədən Məmmədli zərbə vurdu, qüvvətli alınmadı. Həbib Hüsənov topu götürdü və beləliklə maçın final fitə səslənir. Çox təəssüf, hörmətli izləyicilər. Əvəzedicilər Liqasının 17-ci turunda Qəbələ ilə səfər maçında məğlub oluruq.